Yay mövsümünün gəlişi ilə bağlı olaraq dəyərli revmatoloji xəstələrimizə bəzi məsləhətlər vermək istəyirəm. Günəş şüaları bəzi xəstələrimizə pis təsir göstərə bilər. Xüsusilə qırmızı qurd eşəyi və dermatomezit Şegre sindromlu xəstələr günəş şüaları təsirindən onların həm xəstəlikləri alovlana bilər, həm də dəri əlamətləri şiddətlənə bilər. Ona görə onlara məsləhətimiz heç günəşə çıxmamaları, əgər çıxma məcburiyyəti varsa SPF 50+ krem istifadə etməsi və günəşin qızmar olmayan vaxtları, yəni səhər saat 11-ə qədər və axşam saat 4-dən sonra açıq havada gəzmələri məsləhət görülür. Papaq taxmaları və uzunqollu köynək istifadə etmələri məsləhət görülür. Oynaq iltihabı olan xəstələr, artroz, artrit olan xəstələr mövsümün gəlişi ilə bağlı olaraq oynaq ağrıları nisbətən azala bilir, dərmanları buraxa bilərlər. Həkim məsləhəti olmadan dərmanlarını azaltmasınlar, çünki yay mövsümündə belə xəstəliklərimiz şiddətlənə bilər. Bol maye qəbul etmələri lazım, çünki dərmanlar börəyə neqativ təsir göstərə bilər ki, maye də qəbulu az olursa, o zaman bu təsir daha da arta bilər. Dərman kəsilmə əgər olursa, bu öz başına olmamalıdır. Bütün problemləri öz həkimləri ilə məsləhət almaları lazımdır.